General Motors şirkətinin cari ilin 3-cü kvartalında 1 milyon dollardan çox pul itirdiyini deməsinə baxmayaraq, Birləşmiş Ştatların bu avtomobil nəhəngi şirkətin gözləndiyindən daha yaxşı nəticələr əldə etdiyini bildirib. General Motors'un icraçı direktoru Fritz Henderson'ın dediyinə görə, Birləşmiş Ştatlar hökumətinin 7 milyardlıq kreditinin ödənilməsi üçün şirkətin imkanları artıb. General Motors şirkəti satışın stabilləşməsi və xərclərin azalması ilə Birləşmiş Ştatlar hökumətinin verdiyi borcu 2011-ci ilin sonuna qədər ödəyəcəyini bəyan edib. Bu isə borcun ödənilməsinə qoyulan vaxtdan 4 il əvvəl ödənəcəyi deməkdir. General Motors şirkətinin icraçı direktoru Fritz Henderson 1 milyard dollarlıq ilk ödənişin dekabr ayında ediləcəyini deyib. Bu, şirkətin vergi ödənənlərin borclarını qaytarması öhdəliyidir. Borcları ödədikdən sonra səhmlərin dəyərlərinin tədricən artması şirkətin əsas səhmdarları olan vergi ödənənlərin xeyrinə olacaq. 52 milyard dollarlıq borcun 13%-ni vergi ödəyən Amerikalılar təmin edib. Onların qoyduğu sərmayə General Motors'un səhmlərinin 61% ilə mübadilə edilib. Henderson'ın dediyinə görə şirkətin gəlirləri gözlənildiyindən daha yüksəkdir. Bu böyük göstəricidir, lakin qənaətbəxş deyil. Bu əvvəllər olduğundan daha aşağı göstəricidir. Lakin təxmin edilən iflasla müqayisədə vəziyyət daha yaxşıdır. Şirkətin gəlirinin əsas hissəsi General Motors'un filiallarını açdığı Asiya ölkələrindən olub. Göstəricilər ABŞ prezidenti Barack Obama'nın Çinə səfəri zamanı açıqlanıb. GM is an American company. Amerikanın 10 minlərlə işçisi olan General Motors şirkətinin gələcəyinin cavabdehliyini biz daşıyırıq. 2005-ci ildən bəri 88 milyard dollar itirən General Motors iflasa uğradığını elan etdi. Lakin hökumətin alıcılıq qabiliyyətinin artdığını açıqlamasından sonra Birləşmiş Ştatların maşınqayırma sənayesinin vəziyyəti düzəlməyə başladı. Oktyabr ayında pərakəndə satış sahəsində 1,4% artım qeydə alındı. Bu isə maşın satışının 7% artmasına yardım edib.